Salam dəyərli izləyicilərim. Mən Rəisə Zəşan Usta yenə sizinləyəm. Bu günləri mən Toyota markalı avtomobilini çəkişini edib sizə göstərəcəm. Deməli, maşında nə işləri görülüb, maşın nəyə görə yanıma gəlib, ətraflı olaraq bunu sizə göstərmək istəyirəm. Deyilənə görə güya ki, maşın İranda, yəni kraskalanıb bu tərəfə göndərilib. Əslində 0 kilometr maşındır, təzə maşındır. İndi görəcəksiniz nə günə qoyublar yəni maşını və belə deyək, birinci keçmək istəyirəm, böyürdən başlamaq istəyirəm sizə, yox, damından başlamaq istəyirəm, sonra gələcəm yavaş-yavaş aşağılara. Deməli, burada damın qırışını görürsünüzsə, kantlarda qırışlar var və bu hissələr axıra qədər belə bilinmir, nə iş görüblər, nə iniblər, amma bu dəyişilməyib, sadəcə olaraq burada iş görüblər, qara günə qoyublar maşını və burada da perixod atıblar. Gördüyünüz kimi grunt, lak, baza hamısı gəlib bir dənə yerə gəlib çıxıb. Çox müəmmalı bir rənglənmədir. Mən elə birinci dəfədir belə şey görürəm. Yəni mən belə deyək, üzr istəyirəm ifadəmə görə, yəni balaca uşağıma versəm ki, bunu rəngləginə, yəni bu bunu belə rəngləməz. Yəni 4-də oxuyan uşaq, yəni beləsinə rəngləməz bana. Yəni mən öz oğlumdan söhbət edirəm. Burada yaman günə qoyublar maşını. Belə kraskada belə görürsünüzsə belə. Bilmirəm, qabarmadır, qırışdır, nədir, sual qalıb altında, yoxsa nə qalıb? Mənə başım çıxmır. Qırmızı şpaklövkadan da burada istifadə eləyiblər. Nəyə görə istifadə eləyiblər, səbəb nədir? Buraları da görürsünüzsə, kantlar demək olar ki, yoxdur buranın kantları. Və buranı kraskalayıblar. Burada, belə deyək, gruntun izi hamısı bura düşüb. Bu hissələrdə saat göstərəcəm sizə. Telefondan tam tuta bilmirəm. Bu hissələrdə gruntun izləri qalıb. Görürsünüz. Grunt yəni vurulub gəlib bura qədər. Elə kraskada, lakda, nə bilim, aləm dəyib hoşun bir-birinə. Belə bir müəmmalı bir şeylər çıxıb burada. Sonra da buranı polirovka eləmək istəyiblər. Bunu da yandırıblar. Buradan da sizə bir şey göstərəcəm. Adətən görürsünüzsə, burada düz gəlir. Burada başlayır, əcayip bir formaya düşür. Görürsünüzsə. Belə bir vəziyyətdə gəlib maşın bura. Burada da ki, grunt bura qədər gəlib. Görürsünüzsə, bura bozdur. Grunt bura qədər gəlib, gətiriblər bura qədər gruntu. O burada yavaş-yavaş itir. Qapının yermetkası, qabaq qapının yermetkası yerindədir. Görürsünüz. Qabaq qapının yermetkası yerindədir. Əks tərəfdə yermetka yoxdur. Şpakulyovka ilə düzəldiblər. Bu qapını da kraskalayıblar. Bu qapı maşın sarılıdır, bu göylüdür. Dəhşətli dərəcədə yəni seçilir. Düzdür, mən də burada telefonla bilmirəm, tuta bilirəm, yoxsa yox. Görürsünüzsə, bu tündür, bu açıqdır. Çox belə müəmmalı bir rəngdir. Qabaq qapıda görürsünüz. Yəni dəhşətli dərəcədə seçilir. Biri var, yəni az bir miqdarda seçilər. Yəni yüzdə belə deyək, 60-70% yəni ki, bilinmir. Burada 100% bilinir ki, yəni burada vəziyyət belədir. Yəni normaldır, yəni əgərsə detal vurularsa milvaridə, ola bilər ki, bir 10%, 15%, 20%-ə qədər seçilmə ehtimalı ola bilər ki, olsun. Yəni bu normal, amma dəyərli izləyicilər, vəziyyət deməli necədir? Bura düzəldi. Əli usta sağ olsun, yəni gəldi, buranı ideal bir vəziyyətə gətirdi. Çünki buralar batmışdı, bunların hamısını düzəltdi. Sərgəli bir şəkildə ideal bir vəziyyətə gətirib və altında gördüyünüz kimi otido düzəldib. Buranı bir dəfə
düzəltmişdilər. Mənim xoşuma gəlmədi. Təzədən düzəltdirdim, amma buranı isə əməlli başlı döydü, düzəltdi. Yəni görürsünüz, təmiz dəmir ideal bir vəziyyətdə. Burada da germetka soyuldu axıra qədər və bunun germetkasını mən təzədən çəkəcəm. Burada çünki bura qopmuşdu, bu hissə qopmuşdu. Yəni buna mən təzədən dəmir suyu sıvarkalatdırdım. Əlbəttə ki, Əziz usta elədi, sağ olsun. Burada da Əziz usta yoxdur. Getdi Əziz usta. Yəni gecdir, amma mən hələ ki işləyirəm. Belə qərara gəldim ki, yəni buranı təmizləyim. Germetkanı əlbəttə ki mən axıra qədər təmizləyəcəm və bu germetka, buranın germetkası təzədən vurulacaq. Burada belə qərara gəldim ki, buranı təmizləyim. Eyni ilə kapotda olduğu kimi latundan burada svarka qoyublar. Əlbəttə ki, qapının arasını fikir verirsiniz. Yəni bura dəyib, görürsünüzsə bura içəridir. Dəyib, qaytarmayıblar yerinə. Bu ağızlığı açmalıydılar, qapının üzünün ağızlığını açmalıydılar. Bu detal çəkilməli idi, dala girməli idi. Yəni ən azından axıra qədər yox, olmasa da, heç olmasa da yarıya qədər gəlməli idi ki, bu öz yerinə gəlsin və burada da belə deyək, buralarda da yəni həm düzəltmək, həm də ki, belə deyək, məsafə az olmalı idi. Eyni ilə buradakı məsafə kimi, amma burada görürsünüzsə çoxdur. Belə, yəni ki, bunu ölçəndə görürsünüz nə qədər içəridir. Barmağımla bu saat qoyuram. Bu saat belə qoydum barmağımla. Görürsünüz barmağım hardadır. Yəni bu get-gedə gəlir. Yəni bu belə bir vəziyyətə gəlir, çıxır. Belə bir vəziyyətə gəlir, çıxır. Görürsünüz. Burada da svarka. Və indi bunları aralayacağım. Çalışacağım ki, yəni bunu təmizləyim buranı. Bunu əməlli başlı çıxardım çölə, aralayım və bunu içərdən döyüm, gətirim yerinə, təzədən bunu toska ilə svarkalayım. Yəni az bir miqdarda, 1-2 yerdə toska vuracağım. Maksimal dərəcədə təmizləyəcəm ki, germetka vurum. Çünki bunu ən çox germetka tutmalıdır. Çünki bu hissələri germetka tutur. Belə dəyərli izləyicilər, İnşallah buna etap-etap çəkib sizə göstərəcəm. Hələ dalineş işlərimiz var. Çünki maşın çox bərbad bir vəziyyətdədir. Bilmirəm bu harda düzəlib, necə düzəlib. Amma yəni bu maşında ümumiyyətlə mənim seximə gələndən sonra bu maşında dəmirçi işi görülüb. Yəni belə, yəni indiyə qədər deməyim odur ki, hələ dəmirçi işi görülməyib. Burada da sökmüşəm stoyka. Görürsünüzsə stoyka deşik-deşikdir. Hər yeri deşik-deşikdir stoykanın. Bu da belə, yəni bunu mənim dəmirçim etməyib. Bəri başdan deyim, biləsiz. Bunu yəni mənim dəmirçim etməyib. Belə dəyərli izləyicilər, inşallah bunları etap-etap çəkib sizə göstərəcəm. Hələ ki mən buranı hazırlayayım. Yəqin ki, Əziz ustanın yanına gedəcək qapı. Çünki onu təzədən döyüb düzəltməlidir. Təzədən yerinə gətirməlidir ki, mən oranın belə deyək, bu hissəni işləyim və germetkasını çəkə bilim. Çünki burada sizə göstərəcəm. Dəhşətli dərəcədə burada şpakulyovka var. Dəhşətli dərəcədə. Görürsünüz. Babat burada şpakulyovka var. Bura təmizlənəcək. Belə bir şəkildədir. Dəyərli izləyicilərim, deməli, mən kapotun altını işləmişəm. Bunu axırda mən sizə göstərəcəm. Germetika olan yerlərin hamısını vurmuşam. Yəni qapının arasındakı olan germetikalar ki yox idi. Mən onların hamısını bərpa eləmişəm. Və kapotun germetikası da vurulub. Bagajın germetikası da vurulub. Üst tərəfin germetikası. Bunların hamısını işləmişəm. Və burada bir sual yaranacaq ki, şpakulyovkanı nəyə görə quruntunun üstündən çəkmişəm? Görürsünüzsə, burada mikro deşiklər var. Yəni bunlar
lüboy qrundda yəni ola bilər. Ona görə də mən bunları belə deyək, kontrollə yəni çəkmişəm. Və bunların hamısını mən indi şpurkalayacağam və maşını başlayacağım hazırlamağa, kraskaya. Burada da qüsur var idi, bu da düzəldi. Buradakı qüsurlar yəni düzəlib, heç bir problemi yoxdur. Stoyka da düzəlib və burada bir qapı bizdə fərqli idi. Bilmirəm, nə dərəcədə görə bilirəm, yoxsa yox. Yəni sizə göstərirdim bunu. Buradan fərq hiss olunmur, amma burada dəhşətli dərəcədə yəni hiss olunur. Gözlə baxanda daha yəni nəticə yəni əldə eləmək olur ki, bu göylüdür, bu isə sarılıdır. Belə deyək. Buradan yəni baxanda da görünür. Bu saat sizə göstərəcəm, görürsünüzsə. Arxa qapı tündür, qabaq qapı açıqdır. Burada yəqin ki mən sağa sola perixod edəcəm. Qapını kraskalayacağım. Krılaya və qabaq qapıya perixod atacağım. Həmçinin də burada bir qüsur var. Yəni bunu da bərpa edib. Maşın yəni ki belə deyək, üzdən kraskalayacağım maşını. Maşın Toyota Cross'dur. Hoşum. Belə bir vəziyyətdədir da. Kantlar yəni heç biri yəni yox idi. Mən onların hamısını düzəliş eləmişəm. Belə dəyərli izləyicilər, inşallah bunları etap-etap çəkib sizə ətraflı olaraq göstərəcəm. Dəyərli izləyicilər, maşın hazırdır. Mən bunu axırda ətraflı olaraq sizə göstərəcəm. Maşın təcili buradan çıxmalıdır. Çünki belə deyək, bamperi mən üstünə bağlamışam ki, üstündə kraskalayacağım. Və bəzi yerlər ki var, gördüyünüz kimi qrundlamışam. Bunları da mən örtüm kimi, yəni bazadan istifadə edəcəm və sonra da maşının öz bazasını vuracağım. Burada var və burada da müəyyən yerlər ki var idi. Mən bunları düzəliş eləmişəm. Və burada da dəyərli izləyicilər, damı da yəni işləmişəm, hazırlamışam. İnşallah burada da belə deyək, müəyyən yerlər ki var, mən onlara sprey şəklində qrunt vuracağım və ondan sonra başlayacağım kraskalamağa, dəyərli izləyicilər. Belə ətraflı olaraq axırda bunu mən sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, maşını mən kraskalamışam. Belə deyək, hər şey qaydasındadır. Qüsur zad heç nə yoxdur. Belə deyək, yəni maşın tez bazar işlənib. Amma baxmayaraq ki, tez bazar işlənib, hər şey qaydasındadır, normaldır. Belə yəni fikirləşdiyimdən də yəni yaxşı olub. Belə deyək. Bütün nə qədər ki xırdakı qüsurlar ki var idi, onların hamısı aradan qalxıb. Düzdür, belə toz-moz var, amma yəni ciddi bir şey yoxdur. Hər şey qaydasındadır. Bu qapı arası qupqadan da mən burada splaşla istifadə eləmişəm. Ta bura qədər gəlir. Həmçinin də burada görürsünüzsə. Amma burada etməmişəm, çünki burada qapının içine bağlamışam. Bu tərəflər hamısı bağlı idi. Mən bu saat sökmüşəm, bunu görürsünüz. Kağızlar oradadır. Qapının qırağını kraskalamışam. İçəri tərəfdən. Belə dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim.